İndi də yeni bir mənə indi xəbər gəlib ki, bu İçəri şəhərdə İbn Aşur Ləzgi Meçidi kimi tanınan bir meçid var. Neçə ildir bu təmir adından onu bağlamışdılar. İndi xəbər gəlib ki, bu muzey eləyiblər. Bu meçidi niyə bağlıdır? Qoyun özünüzün maaşda oturduğunuz imamını, necə başqa meçidlərdə edirsiniz, maaşda oturduğunuz imamını qoyun. O da hər cümə, onsuz da yazılı xütbələr oxumur, oxusun, meçid fəaliyyətini davam etdirsin. Siz niyə bu meçidi muzey edirsiniz? Sovet hökumətində meçidi, nə bilim, ambar eləyirdilər. İndi müstəqil Azərbaycanda da muzey edirsiniz. İndi mən çox düşünürüz də sivil adamlar, yəni biabırçılıqdır. Yəni meçid yoxdur qılmağa, olan meçidlər də artıq. Ona baxış Sovet hökumətindən bizim fərqimiz nə oldu? Yəni nə oldu bu Sovet hökumətindən fərqimiz? Onda meçid ambar edilirdi, indi muzey edilir. Yəni fərqimiz nə oldu? Yəni Ləzgi meçidini muzey eləmişsiniz. Ayıb deyilmi bu? Oradakı cəmaatdan qorxursunuz, orada öz imamınızı qoyun. Belə deyək də, o maaşlı imamınızı, mollanızı, axınlığınızı. O da sizin yazılı xütbələrinizi desin, məsələ bizim də. Yəni İspaniyanın baş naziri Pedro Sanchez görəm qanun çıxartması, Quranı kim İspaniyada təhqir eləsə ona cinayət işi açılacaq. Elə bir xəbər gəlmiş, yəni bilmirəm nə qədər doğrudur və yanlış. O da belə şeydir ki, İspaniyanın baş naziri Pedro Sanchez Azərbaycan hakimiyyətindən daha çox müsəlmandır. Dur, Avropada İslamofob deməyin. Belə baxıram, Macron da sizdən daha çox müsəlman. Məsələn, Macron rəhbərlik etdiyi ölkənin də pasporta rahat şəkildə şəkil çəkdirsin hicablı. Bu yaxınlarda Rusiyada da qanun verirdi. Xəbər oxudum ki, orada da hicablılar rahat şəkil çəkdirəcək. Yəni, Putin də sizdən daha müsəlman çıxdı. Mən hələ İspaniyanın baş nazirini demirəm. Yəni, bu ayıbdır axı. Türk İslam dünyası deyirsiniz, buradan da belə edirsiniz, deməyin Türk İslam dünyası.